Azərbaycanın relyefi. Əsas məsələ birinci olaraqdan mənim dediklərimi qulaq asırsınız, dediklərimi qeyd edirsiniz. Azərbaycan Respublikasının ümumi sahəsi nə qədərdir? 86,6 min kvadrat kilometr Azərbaycan Respublikasının ümumi sahəsidir. Ki, bunu rəqəmlə yazası olsaq, belə yazacaq biz bunu. 86.600 kvadrat kilometr. Rəqəmlə açılış forması budur. Azərbaycanın paytaxtı Bakı şəhəridir. Yəqin ki, bunu bilirik. Sonra Azərbaycan Respublikasının sərhəd olduğu dövlətlərə baxırıq ki, hansı dövlətlərlə sərhədimiz var. Deyirik, şimaldan Rusiya ilə sərhəddə yerləşirik, şimal-qərbdən Gürcüstanla sərhəddə yerləşirik, qərbdən Ermənistan, mən yazıram ki, bunların adını var da burada. Qərbdən Ermənistanla sərhəddə yerləşirik, qərbdən Türkiyə ilə sərhəddə yerləşirik, cənubdan isə İranla sərhəddə yerləşmişik. Azərbaycan Respublikasının fiziki coğrafi mövqeyindən danışan zaman biz deyəcəyik ki, Azərbaycan Respublikası Avrasiya materikində, Asiya qitəsində, Asiya qitəsinin cənub-qərbi Asiya regionunda yerləşir ki, yəni cənub-qərbi Asiya regionunda Qafqaz regionunda, Qafqaz dağlarının ətək hissəsində yerləşmiş bir ölkədir və Azərbaycan bax bu şəkildə yadda saxlayaq da bu hissə cənub-qərbi Asiya regionudur da, yəni bu ərazi. Biz buna Cənub-Qərbi Asiya regionu, Avropalılar tərəfdən baxdığımız zaman yaxın şərq regionu deyirik. Bir də bu əraziyə biz Barut Barut. çölləri deyirik ki, bu nə Hə, bir idi? dənə sualım var. Buyur. Mən nə idi? Həmişə tarixdə də deyirlər. Burada da Ön Asiya haranı nəzərdə tuturlar Ön Asiya Ön deyəndə. Asiya bura, bax bu ərazi. Ön Həm də Asiya. barut çölləri. Hə, elə həmin Ön- incə Hə, dediyiniz yer. Cənub-Qərbi Asiya və yaxud da Ön Asiya və yaxud yaxın şərq. Yəni şərq Hə, deyəndə uşaqlar bizə şərq haradır? Bizə şərq Yaponiyadır. Amma Avropalılar yaxın şərq olaraqdan biz tərəfi götürür. Çünki biz Avropanın şərqində qalırıq axı, şərq tərəfinə düşürük deyə. Onlar bəli. biz yaxın şərq kimi yanaşırlar. Bu regionda gözəl çiçək kimi bir dövlətimiz, bir ölkəmiz var idi. Ki, yəni tarixdən də siz bunun yaranmasını daha yaxşı bilirsiniz ki, Bəli. hansı imperiyalar oldu, hansı nə bilim dövlət qurumları, imperiyalar ki, bunların hamısı Azərbaycan ərazisində yaranmışdı. Ən sonuncu Səfəvilər idi, değil mi? Səfəvilər dövründə Səfəvilər Amma biz ən sabah böyük birsinə keçəcək hə, ən səfərlər. böyük ərazi Səfəvilər dövlətinin 400 min kvadrat kilometr ərazimiz olub. Sonra Nadir Şahın dövründə də yəni çox olub 1700-cü illərdə də gəlib artıq Türkmənistan, Hindistana falan qədər gedib çıxıb da yəni Azərbaycan belə bir Hə, ən çox Azərbaycanda İlham Əliyevdən sonra o Nadir Şah. Artist deyirəm nasıl yapmış bildik tarih oyunu. hə. Hə, bax bunu Telefonda işə yazın. danışmaq Nəysə, istəyirəm. qulaq as, qulaq as, qulaq as, qulaq as. Hə, nağıl hissəsini danışıram sizə. Burada Xəzər dənizinin qərbində Qafqaz dağlarının ətəklərində nur topu kimi bir Azərbaycan dünyaya gəldi deyəcəyik. Və hər şey bundan başladı. Və hər şey bundan başladı. Burada yavaş bir dəqiqə mən sizə PDF-i də var. Bunun yazmışam. Hani Azərbaycan relyefi. Oqqa deyə məndə başlayır. Aha. Elə qoblarda deyim. Bax buradan yada düşmüşkən. Azərbaycanın ən böyük rayonu Quba rayonudur. Ən kiçik rayonumuz Tərtər rayonudur. Coğrafi mövqeyimiz dedik. Ucqar nöqtələrimiz şimalda Qutonda, cənubda Astara çay, şərqdə Suiti və ya Şahdili burnudur. Qərbdən isə Sədərək qalxması ərazisində yerləşmişdir deyirik. Bax, xəritəmiz üzərisində də bunu göstərə bilərik ki, harada yerləşirlər. Qutondağ yerləşir bu ərazidə, bura düşür. Qutondağ yerləşir, şimal ucqar nöqtəmiz. Qərbdən Sədərək qalxması Naxçıvan ərazisindədir. Cənubdan isə Astaraçay, şərqdən isə Şahdili və ya da ki, sudan isə neft daşlarını da ki, götürə bilərik. Bu belə. Azərbaycan yerləşir harda? 45 dərəcə və 50 dərəcə şərq uzunluqları, 45 dərəcə və 50 dərəcə şərq uzunluğu arasında yerləşir. Bakı düşür 50 şərq uzunluğuna. Bax, 50 şərq uzunluğu buradan keçdi. 38 və 41 dərəcədəki şimal enlikləri arasında yerləşən bir ölkəmiz var.
Bu bizim ölkəmiz 5 dənə ölkə ilə dedik ki, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, bir də İranla sərhəddə yerləşdi. Bizim həmçinin də Sudan sərhəddə olduğumuz dövlətlər var ki, bunlar Qazaxıstanla Türkmənistan dövlətləridir. Müstəqil Türk dövlətlərindən olan Qazaxıstan və Türkmənistan. Siyasi xəritəyə baxsaq, bunu daha aydın görə bilərik ki, biz burada Azərbaycan bura, Qazaxıstan, bax bu sərhəd boyu Qazaxıstandır belə. Bura isə Türkmənistan ərazisidir ki, biz də həm Türkmənistan, həm də Qazaxıstanla suda sərhəddə malik olduq. Azərbaycan sərhəd olduğu dövlətləri siyahısına yazdığımız zaman belə bir qanuna uyğunluqla gedirik. Yadda saxlayaq bunu. Azərbaycan yalnız quru sərhədinə malik olduğu ölkələr hansılardır? Bax, Gürcüstanla yalnız quru, Ermənistanla quru, Türkiyə ilə yalnız quru sərhədinə malikik. Amma Rusiya və İrandan həm quru sərhədimiz var, həm də ki su sərhədimiz var. Başa düşdük? Həm quru, həm də su sərhədimiz var. Sonra Xəzər Qazaxıstanla dənizində. Türkmənistan isə yalnız su sərhədinə malikik. Quru sərhədimiz yoxdur. Qazaxıstan və Türkmənistanla quru sərhədinə malik deyilik. İndi başlayaq Rusiya ilə sərhəddən. Rusiya ilə sərhəddən başlayan zaman deyirik ki, Rusiya ilə sərhədimizin uzunluğu 391 kilometr məsafədə yerləşir. Bu sərhəd boyunca Xaçmaz, Qusar, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən inzibati rayonları yerləşir. Ki, burada yadda saxlamalı olduğumuz əsas məsələdən bir nədir? Bu rayonları ardıcıllıqla saymaqdır. Məsəl üçün, qərbdən şərqə, məsəl üçün, şərqdən qərbə. Ardıcıl bir-bir saymalısan ki, hansı inzibati rayon yerləşdi sərhəddə. Gürcüstanla sərhədimiz 471 kilometr uzunluğa malikdir. Burada Balakən, Zaqatala, Qax, Samux rayonu, Tovuz, Ağstafa və Qazax inzibati rayonları Gürcüstanla sərhəddə yerləşdi deyirik. Və burada yadda saxlayaq. Balakən, Zaqatala, Qax həm Gürcüstandan sərhəddə yerləşir, həm də Rusiya ilə sərhəddə yerləşir. Bu yadımızda qalsın. Sonra buradan Tovuz, Ağstafa, bir də Qazax sərhəddə yerləşdi. Şəmkir inzibati rayonu heç bir xarici ölkə ilə sərhəddə düşməyəcək. Buna diqqət yetirək. Daha sonra bu şimalda sərhəd boyunca olan ərazilərimizdən nəyi deyim sizə? Bizim Xaçmaz rayonu ərazisində Yalama keçid məntəqəsi var. Samur Yalama keçid məntəqəsi var. Bu Rusiya ilə keçid, gömrük keçid məntəqəmizdir. Bir də Balakən rayonu ərazisində keçid məntəqəmiz var. Gürcüstanla deyəcəyik. Birdən sual gəlir ki, niyə Balakən, Zaqatala, Qaxın bu ərazilərin Rusiya ilə keçid məntəqəsi yoxdur deyəndə şimalda deyirik ki, bu ərazilər kəskin dağlıq relyefə malik olduğuna görə burada keçid üçün əlverişli bir ərazi yoxdur. Rusiya ilə sərhədimizdə biz Xaçmaz ərazisində nədir? Keçid kimi istifadə, Xaçmaz və Qusar rayon ərazisindən keçid kimi istifadə edirik deyirik. Bu belə. Sonra Rusiya ilə sərhəddə yerləşən deməli rayonlar dedim, yaxşı şeylərdə deyim elə nədir onun adı? Relyef vahidlərini, coğrafi obyektləri. Yadda saxlayacaq ki, burada Rusiya ilə sərhəddə Baş Qafqaz silsiləsi yerləşir. Baş Qafqaz silsiləsi ölkəmizin içinə doğru uzandı, getdi. Burada, bu hissədə qələmin rəngini dəyişim. Bu hissədə, təxminən bura qədər olan hissədə Sudur silsiləsi, yaşlı rənglə göstərdiyim ərazidə. Sonra isə Samur çayı sərhəddə yerləşmişdir. Yəni, Baş Qafqaz silsiləsi yerləşdi, Sudur silsiləsi, Samur çayı. Samur çayından isə keçdik. Burada Samur Dəvət-Çobalığının kiçik bir hissəsi, kiçik bir hissədə Şollar düzündən deyəcək ki, nədir? Rusiya ilə sərhəddə düşən ərazilərdir. Bax, inzibati rayon başqa, fiziki coğrafi obyektlər başqa, coğrafi obyektlər başqadır. Sonra Gürcüstanla sərhəddə Mazım çay, Qanıq çay, Qanıq çay gəldi buradan töküldü bura, Mingəçevir su anbarına. Sonra burada Qabırlı çay yerləşdi. Qabırlı çayın ətək hissəsindən buradan gedən zaman, bax burada bir Palantökən silsiləsi yerləşir. Buradan gəlirsən bu hissədən belə Ceyran çöl düzü yerləşir.
Burada gəlirik Candar göl yerləşir. Bir də burada Qarayazı düzü Gürcüstanla sərhəddə yerləşən coğrafi obyektdir. Yəni buna indi biz bir dənə fiziki xəritənin də üzərisində nəzər yetirsək daha aydın görərik. Bax, görürsən, burada nədir? Böyük Qafqaz getdik. Bu hissədən bax bura Sudur silsiləsi. Burada bax Samur çayı gəldi Dağıstan ərazisinə, ölkəmizə daxil oldu, getdi bax bura. Bax burada Şollar düzünü gördük. Şollar düzü yerləşdi bu ərazidə. Samur dəvəçində kiçik bir hissəsi düşür bura. Sonra gəldik buradan Gürcüstanla sərhədimizə gələn zaman fikir versək, yaxınlaşdıqca xəritəmizi görürük ki, nədir? Mazımçay yerləşdi. Mazımçay sərhəd boyunca uzanıb gəlir. Bax, sonra gəlirsən buradan içəri doğru getdikcə Alazan çayı yazılıb ha. Gürcüstanda Alazan çaydır. Biz Azərbaycanda həmin çaya Qanıq çayı deyirik. Sərhəd Hə, boyunca qanun. Qanıq çayı gəldi burada. Buradan sonra Qabırlı çay, Qabırlı çay burada sərhəd boyunca yerləşdi. Biz buna İori çayı deyirik Gürcüstan ərazisində. Palantökən silsiləsi var burada. Çoban Dağ var burada. Sonra Palantökən silsiləsi əslində sərhəddə düşərmi ki? Düşməz. Çünki burada Qabırlı çay. Biz Palantökəni deməyə ehtiyac yoxdur. Palantökən düşməyəcək ora. Hə, Ceyrançöl düzünün özünü deyirsən. Ceyrançöl düzünü də deyib keçəndən sonra gəlirsən burada görürük ki, Qarayazı düzü var, bir də Candar gölü var. Bax, bunlar da Gürcüstanla sərhəddə yerləşən əsas coğrafi obyektlərimiz oldu. Biz indi hal-hazırda Mənim Türkiyə və Gürcüstan sərhədində yerləşən inzibati rayon və coğrafi obyektləri saymış olduq. Gürcüstan ərazisində də burada bizim Ağstafa və Qazax rayonları ərazisində keçid məntəqələrimiz var. Qazaxda Qırmızı Körpü keçid məntəqəsi, gömrük keçid məntəqəsidir, yerləşməkdədir deyəcəksiniz. Mən burada yəni vermişəm, onların keçid məntəqələrinin adları da var. Fərqli olanlar da var. Məsələn, Samur Qusarda, Samur, Şirvanlı, Zuxul, Xaçmazda isə Yalama, Xanoba keçid məntəqələri mövcud olur. Bunları deyəcəksiniz. Sonra Gürcüstanla sərhəddə keçid məntəqəmizdən harda var? Qazaxda Qırmızı Körpü var. Sonra Balakəndə Mazımqala keçid məntəqəsi var. Sadıqlı və Böyük Kəsik isə Ağstafa rayon ərazisində olan gömrük keçid məntəqəsi hesab ediləcəkdir deyəcəksiniz. Sonra gəldik Ermənistanla sərhəddimizə. Ermənistanla sərhəddimizin uzunluğu 1007 kilometrdir. Ən uzun sərhəddə malik olduğumuz ölkə Ermənistan. özdə Ermənistan. Bəli, Ermənistandır. Ermənistanla da ən uzun sərhəddə elə Gədəbəy rayonu olmalıdır, səhv etmirəmsə, 126 kilometr sərhəddə malikdir Gədəbəy Ermənistanla. Burada Ermənistan sərhəddə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları, Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli rayonu, Şərur rayonu, bir də ki, Sədərək rayonu. Xəritədə Kəngərli adı verilmir, bəzən siyasi xəritədə qıvraq verirlər burada, rəqəmlə üstündə göstərirlər. Kəngərlinin mərkəzi Qıvraqlıya. Bax, bu inzibati rayonlar. Bir də deyirəm, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, Şərur, Sədərək inzibati rayonları Ermənistanla sərhəddə yerləşdi. Buradan biz baxsaq görərik ki, Qazax həm Gürcüstandan, həm Ermənistandan, Ağstafa, Gürcüstan, Ermənistan, Tovuz, Gürcüstan, Ermənistandan sərhəddə yerləşən. Yəni bunlar Və da Ağstafa necə? Hə, bəli, bəli. Ağstafanın bu hissəsi düşür bura sərhəddən. Bəli, hə. Bunlar iki ölkə ilə sərhəddə yerləşən inzibati Tovuz da eyni onun kimi. rayonlardır. Tovuz, Ağstafa, Qazax, bəli. Tovuz, Ağstafa, Qazax iki ölkə ilə yerləşdi. Məncə bu xəritədə mən bu PDF-də şeyləri vermişəm. İki ölkə ilə yerləşənləri ayrılıqda vermişəm deyəsən. Hə, bax burada vermişəm. İki ölkə ilə Mən yerləşən. bunları siz özünüz Hə, düzəltmisiniz. özüm düzəltmişəm, onu özüm yazmışam. Burada indi sizə aid olmayan məlumatlar da var təbii ki. Bu inzibati rayonlar sərhəddə yerləşən inzibati rayonlardır. Xəritələri hamısını göndərəcəm sizə, hamısına baxacaqsınız. Yəni Azərbaycan relyefini mükəmməl oxumalısınız. Azərbaycan relyefini oxumadınızsa elə bil ki yazıq olur. Coğrafiyanı bilmirik. Yox, coğrafiyanı bilmək yox. Azərbaycanın daxili suları olsun, iqlimi olsun, bitkisi, nə bilim, torpağı, qoruq olsun, iqtisadiyyatı olsun. Bunların heç birini öyrənəməyəsən. Bax, bəri Amma başa. qarışıq dərs oxşaya biraz. Hə, çox qarışıq Hə. dərsdir, xırdalıq çoxdur, məlumat çoxdur. Elə saqqız kimi dartdıqca uzanır.
Eşələri isə Bir də mən nə idi? Maxaskala bizim hansısa bir rayonla sərhəddir. yox. Mahaçqala şimalda yerləşir də. Bizdə Dağıstan ərazisində yerləşən şeydir. Nədir? Limandır da, gəmi limanı. Hə. Hə, yaxşı. Deməli, buradan bunları saydım. Ermənistanla sərhəddə olan coğrafi obyektlər hansılardır? Bax, coğrafi obyektləri dəftərdə qeyd edəndə hamısını qəşəng-qəşəng səliqə ilə yazırsınız. Coğrafi obyektlər hansılardır? Deməli, burada Şahdağ silsiləsi, bu döngə olan hissə var ha, bax, bu əyri olan hissə. Xəritədə adı verilmir ha buranın. Şərqi Göyçə silsiləsi, burada Murğuz qaldı. Murğuz silsiləsi, belə Murğuz silsiləsi, Şahdağ silsiləsi, Şərqi Göyçə, Qarabağ vulkanik yaylası. Burada Qubadlı ərazisində Yazı yaylası yerləşir. Yazı yaylası Həkəri və Bərgüşad çaylarının arasında yerləşən yayladır. Bir də Naxçıvan ərazisindən yerləşən nədir? Zəngəzur və Dərələyə silsilələrindəkin deyirik ki, Ermənistanla sərhəddə yerləşən əsas coğrafi obyektlərimizdir deyəcəyik. Bu belə getdi. Gəldik Türkiyə ilə. Ən qısa sərhəd Türkiyə iləndir. 13-15 kilometr sərhəddə malikdir. Burada Sədərək rayonu yerləşir Türkiyə ilə sərhəddə. Ümumiyyətlə, Sədərək rayonu həm Ermənistan, həm Türkiyə, həm də İran olmaqla 3 ölkə ilə sərhəddə yerləşən inzibati rayondur deyəcəksiniz. Bu da sərhəd ərazisində Sədərək qalxması, coğrafi obyekti buranın Sədərək qalxması və Araz çayı boyunca keçəcəkdir deyirik. Cənubdan İranla 7-6-5 Zerkani rəqəmidir. Bir azalır. 7-6-5 İranla sərhəddə yerləşir. İranla sərhəddə Sədərək, Şərur, Kəngərli, Babək, Culfa, Ordubad, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəllabad, Yardımlı, Lerik, Astara rayonları nədir? Yerləşmişdir sərhəddə. Burada yadda qalsın. Naxçıvanın Şahbuzundan başqa, bax, Naxçıvanda Şahbuzla Sədərəyə çıxıram. Qalan inzibati rayonları iki ölkə ilə sərhəddə yerləşən inzibati rayonlardır. Bir də buradan Zəngilan inzibati rayonu həm İran, həm də ki Ermənistan nədir? Sərhəddə yerləşən inzibati rayonumuzdur deyəcəksiniz. Yadınızda qalsın bu da belə. Sonra burada yerləşən coğrafi obyektlər nədir? Gəlin bunlara da nəzər salaq. Deməli, Araz çayı boyunca keçir böyük hissədə. Araz çayı boyunca keçirik. Araz çayını götürdük sərhəddə. Gəldik buradan. Araz çayı Bəhrəmtəpə ərazisində, İmişli rayonunda, Bəhrəmtəpə su qovşağı ərazisində Azərbaycanın içərisinə daxil olub və tökülür Sabirabadda kürə. Bunu Mövlud daha yaxşı bilər. Sonra burada gəldik. Muğan düzü yerləşdi sərhəddə. Bax, Araz çayı. Sonra Muğan düzü yerləşir. Sonra bu sərhəd boyunca Bolqar çay gəlir sərhəddə. Bolqar çaydan bir damcı da aşağı düşən zaman gəlir burada. Bax, Bolqar çay. Sonra gəldik Talış dağları və Astara çay sərhəddə yerləşən əsas coğrafi obyektlərimiz oldu deyirik, yadımızda qalır. Sonra Xəzər dənizindən sərhədimiz 825 kilometr sahilə malikdir ki, burada Xəzər dənizi sahilində yerləşən inzibati rayonlar şimaldan cənuba ardıcıl bilməliyik və ya cənubdan şimala fərqi yoxdur, ardıcıl bilməliyik. Xaçmaz, Şabran, Siyəzən, Xızı, sonra gəldik Bakı, sonra gəldik Səlyan, Neftçala. Bax, diqqətli olaq, Lənkəran, Masallı, yenidən Lənkəran, sonra Astara inzibati rayonu yerləşdi. Lənkəran 2 dəfə deyil. Lənkəran bax bir hissəsi də bu ərazidə yerləşir deyə 2 dəfə deyəcək. Bu inzibati rayonlar yerləşdi harda? Bizim Xəzər dənizinin sahilində olan inzibati rayonlarımızdır. Mən bir şey deyə bilərəm. Buyur. Mən məsələn İranla 765, Türkiyə ilə 15-16 kilometr. Bunları hardan hara hesablar ki bu məsafə? Yəni ölkələrin sırasında buradan başlayırsan belə hesablanır da. Yox, deyirsiniz ki, sərhəddə 765 kilometrdir. Məsələn Azərbaycan harasına, məsələn İran harasına qədər hesablar ki bu məsafə? Balam İran buradan bura Sonuncu qalan sərhəddən hesablardır o. bu aradakı məsafəni hesablayırlar da. O son orada verilən xəttdən bu tərəfə növbəti xəttə qədər hara varsa onlar. Buradan başlayıb buraya hesablayırlar da, ay Mövlud. Başa düşəmirəm sən nə demək istəyirsən.
Evet. Yox, yəni İranın harasına hesablayırlar deyəndə Azərbaycan İranın harasına qədər düşür? Onu hesablayırlar da. Hə bura məsəl üçün bu tərəfdə İrandır belə. Bura nəyimə lazımdır axı? Burada Azərbaycan ərazisi yoxdur ki. Azərbaycan hardan başlayıb? Buradan başlayıb. Hə, buradan başlayırlar. Bura qədər olan ərazi nə varsa deyirlər ki, hə, bunun uzunluğu falan qədərdir sərhəd. Biz Astara tərəfdən görmüşdük də İranın sərhədini. Həmin o sərhəddən. Hə, bəli, mən bəli başa düşdüm. Ümid edirəm ki, mən səni başa düşmədim. Ümid edirəm sən məni başa düşdün. Hə, bunu belə dedik. Sonra nə deyirdim mən? Sən yadımdan çıxartdı. Nə danışırdım? İran haqqında danışırdınız mən. İrandan danışmırdım, İrandan danışırdım. Nəysə, Bununla da bir bu belə. dərsə. Sərhədlər getdi, sərhəddə yerləşən coğrafi obyektlər getdi. Azərbaycanın ən yüksək nöqtəsi Bazarcı zirvəsi 4466 metrdir. Ən alçaq nöqtəmiz isə Xəzər sahili ərazilərdir, -27 metrdir. Normalda okean səviyyəsi 0 metrdir, amma bizdə Xəzər dənizinin sahili -27-də yerləşir. Ona görə də biz Azərbaycanda nisbi mütləq hündürlüyü heç vaxt Xəzər dənizindən ölçmürük deyə bilərik. Yadımızda qalsın bu da belə. Başqa deyəcək görək nəsə qalmadı ki, yaddan çıxıb bu ortalıqlarda. İranla sərhəddə hə, şeylər var idi. Deməli, Astara rayonu ərazisində keçid məntəqəsi var. Bu yadımızda qalsın. Sonra Biləsuvar ərazisində var idi keçid məntəqəmiz. Bunu deyə bilərik. Babək ərazisində yeni açıldı, səhv etmirəmsə. Kəngərli Biləsuvar, Culfa var. Babək yazmamışam, amma Babək ərazisində də yeni açılıb. Sərhəd keçid, gömrük keçid məntəqəsi mövcuddur. Türkiyənin də Sədərək ərazisindən gömrük keçid məntəqəmiz var. Türkiyə ilə birbaşa quru əlaqəmiz, yəni Azərbaycanın birbaşa quru əlaqəsi yoxdur da. Yəni biz Azərbaycandan Naxçıvana getməliyik, Muxtar Respublikadan Naxçıvan. Oradan keçib getməliyik hara? Hə, Ermənistanla keçid məntəqəmiz varmı? Var. Laçın rayonu ərazisində Laçın dəhlizi deyirik. 2023-cü ildən açılıb. Yəni ona qədər orada bir gömrük keçid məntəqəsi fəaliyyət göstərmirdi. Amma işğal azad olundan sonra nə etdik orada? Gömrük keçid məntəqəsi fəaliyyətə başladı deyəcəksiniz. Sonra nə var? Sonra nə var? Burada maraqlı şeylər çox deyərəm. Hı -hı. Bu sərhədlərin xəritəsinə buradan baxırsınız. Bu hissəyə baxmalısınızmısınız? Yəni oxuyursunuz, ümumi məlumatdır Azərbaycan haqqında, bunlara baxırsınız. Hə, bir də qayıdım kitaba. Bunlar getdi belə. Azərbaycan relyefinə gəldiyimiz zaman, geoloji quruluşu relyef haqqında danışan zaman yadda saxlayın. Azərbaycan müasir görünüşünü, hal-hazırki vəziyyətini Mezozoyun sonunda, Kaynozoyun əvvəlində formalaşmışdır. Azərbaycanda platforma ərazisi yoxdur. Bütövlükdə geosinklinal quşaqda yerləşirik. Ərəbistan tavası Asiya ilə toqquşaraq Qafqaz dağlarını formalaşdırmışdır deyəcək. Qafqaz dağları Avropanın ən yüksək dağı hesab olunur ki, Qafqaz dağlarında Elbrus zirvəsi var idi. Bu zirvə 5642 metr Avropanın ən yüksək Bəli. zirvəsi hesab edilir deyilir. Qafqaz dağlarında bir hissəsi bizdə gəlirsən Böyük Qafqaz qolu olaraqdan buradan keçib gedir. Bir hissəsi isə Kiçik Qafqaz qolu olaraqdan, yəni bax belə Talışdan da keçir. Bu qol Naxçıvandan da keçir, Talışdan da keçərəkdən nə edir? Gedir. İki qola ayırdıq. Böyük Qafqaz, Kiçik Qafqaz. Böyük Qafqaz haqqında danışdığımız zaman məlumat verim sizə nəyi? Böyük Qafqaz dağları Krım yarımadasında, Ukrayna tərəfdən Krım yarımadasından, Krım Taman yarımadası ərazisindən başlayaraqdan gəlir və Qutonda, bax burada Tinovrosso zirvəsi var. Tinovrosso zirvəsində ölkəmizə daxil olur. Baba dağa qədər Böyük Qafqaz dağları kəskin parçalanır. Baba dağdan sonra Böyük Qafqaz dağlarının mütləq hündürlüyü kiçilir. Burada Qobustan, Abşeron, Xırda təpəliyini yaradır. Sonra isə Xəzər dənizinin altı ilə sualtı tirə vasitəsilə gedib çıxır Türkmənistanın sahillərinə. Kopet dağ yaranır orada. Kopet dağ bax Böyük Qafqazın davamı hesab olunur. Kopet dağ Böyük Qafqazın davamı hesab olunur. Bu Baba dağa qədər kəskin parçalanma nə deməkdir? Baba dağ yerləşir burada.
İsmail inzibati arasına düşür. Baba dağ 3629 metr hündürlüyə malikdir və Baba dağa qədər Böyük Qafqazın kəskin parçalanmağı o deməkdir ki, bura qədər yüksək zirvələr var. Yəni 4000-dən yuxarı yerləşən zirvələr bax bu hissəyə qədərdir. Bu hissədə yerləşir. Buradan aşağı artıq mütləq hündürlük azalmağa doğru gedəcəkdir. Kiçik Qafqaz dağlarındakı Böyük Qafqaz dağlarının ən hündür nöqtəsi Bazardüzü oldu 4466 metr ki bu düz Aha. bu ərazi bu zirvə həm də Azərbaycanın ən yüksək nöqtəsi hesab olundu. Kiçik Qafqazdan danışan zaman bunun bir hissəsini biz bu ərazidə Kiçik Qafqaz dağlarını bax bu şəkildə görəcəyik. Ermənistan ərazisindən də gəlib keçir. Burada da Talış ərazisindəki Böyük Qafqazın davamı, Kiçik Qafqazın davamıdır ha. Və Kiçik Qafqaz dağlarının da ən hündür zirvəsi deyəndə Qapıcıq zirvəsini götürəcəyik. Zəngəzur silsiləsi üzərisində yerləşir bu zirvə. 3904 metr hündürlüyə malikdir. Kiçik Qafqazda 3904-dən yuxarı zirvə yoxdur. Yəni 4000-lik zirvə Kiçik Qafqazda yoxdur. Harada yerləşir 4000-lik zirvələr? Böyük Qafqaz ərazisində yerləşmişdir deyəcəksiniz. Buradan deyəcək bunlar. Bunlar belə. Başqa xitalatan nə deyimsə. Bir də bizdə Küraraz ovalığı var. Haqqında çox danışacağımız hissə Küraraz ovalığı ki, bu ərazi Küraraz ovalığı hesab ediləcəkdir. Bunu bilək ki, yəni biz danışan zaman əsas bunlar haqqında geniş məlumatlar verəcəyik.